Tarixin hökmü və ya taleyin şıltaqlığı nəticəsində 100 il əvvəlki Bakıya düşsəydiniz, odlar diyarı gözünüzə necə açılardı? Sizi burada yerli milyonçuların kral ailələrinə bənzər həyat tərzi, yoxsa onların misli görünməmiş xeyirxahlığı və alicənablığı cəlb edərdi? Bəlkə də yerli qoçuların başıbozuqluğu və hökmranlığı sizi qorxuzardı. Bəlkə də burada dünyanın heç bir yerində görə bilmədiyiniz mədəniyyət sintizi və gözəl bina nümunələri sizi təəccübləndirərdi. Ola bilsin, mənim indi deyəcəyim biraz inanılmaz səslənsin. Amma mən sizi, mənə baxan ANS tamaşaçısını 100 il əvvəlki Bakıya səyahətə dəvət edirəm. Unutduğumuz, filmə baxandan sonra isə bəlkə də möhkəm darıxacağımız Bakıya. Buyurun. Bakı haqqında burada yaşayan insanlar, hökmranlıq edən adət-ənənə, qayda-qanun barədə Sabiq Nikolayevski, indiki İstiqlaliyyət küçəsindən danışmağa başlasaq, səhv etmərik. Adından göründüyü kimi Nikolayevski küçəsi Rusiya imperiyasının çarı 1-ci Nikolayın adını daşıdığına görə burada Bakı quberniyasının ən tanınmış dövlət və ictimai binaları yerləşirdi. Maraqlıdır ki, 1900-cü ilə kimi Nikolayevski küçəsində cəmi bir bina inşa edilirdi. Bu da milyonçu Zeynalabdin Tağıyevin 2-ci Nikolayın zövcəsi Aleksandra Fyodorovnanın adını daşıyan müsəlman qızlar üçün məktəb binası idi. Əgər siz təsəvvür edə bilsəydiniz, indiki Əlyazmalar İnstitutu və Hüseyin Cavidin ev muzeyi olan Sabiq müsəlman qızlar üçün seminariyanın inşası Zeynalabdin Tağıyeva hansı zəhmətlər hesabına başa gəlir? Bəlkə də dəşilə gələr. Bu bina Müksina Tağıyevin 10 il fasiləsiz zəhməti 100.000 rubellarla qızıl pulu və o dövrün nüfuzlu bir insanın həyatı hesabına tikilir. Müsəlman qızlar üçün seminariyanı tikmək üçün Zeynalabdin Tağıyev 1891-ci ildən fəaliyyət göstərməyə başlayır. Qızların təhsil almasını vacibliyini o bununla izah edir ki, çoxlu sayda Azərbaycanlı gənclər xaricdə təhsil alandan sonra vətəndə özlərinə layiqli həyat yoldaşı tapa bilmirlər. Məqsədinə çatmaq üçün Tağıyev ilk olaraq Peterburqda tanıdığı senator vasitəsilə 2-ci Nikolayın yoldaşına bahalı brilyant üzük yollayır və məktəbə imperiyanın 1-ci xanımının adını verəcəyini bildirir. Peterburqdan məktəbin açılmasına icazə gələndən sonra yerli ruhanilər Tağıyevin ideyasına qarşı əsl üsyan qaldırırlar. Ruhanilərin müqaviməti o qədər güclü olur ki, hətta deyilənə görə onlar məktəb məsələsində Tağıyevə dəstək verən Axund Pişnəməzzadənin həyatına son qoyurlar. O Pişnəməzzadə haqqında bir söhbət eləyirik. Axund idi, görkəmli din xadimi idi və Hacı Zeynalabdin Tağıyevin tərəfdarlarından birisi idi. Mətbuatda dəfələrlə ona qarşı, Tağıyevə qarşı edilən hücumlar zamanı onu müdafiə eləmişdi. Və onun tədbirlərində də ona yardımcı olurdu. Həmin o Pişnəməzzadə də öz qızını deyilənə görə bu məktəbdə oxumağa göndərdiyinə görə onu gerizəkalı insanlar, dövrün gerizəkalı insanları qətlə yetirmişdilər. Vəziyyətin gərgin olduğunu görən Tağıyev öz tanışını bahalı hədiyyələrlə Məkkəyə yollayır və müsəlman rəsmlərindən qızların təhsil almasının dinimizə uyğun olduğunu təsdiq edən sənəd alır. Radikal ruhanilər yalnız bundan sonra geri çəkilməyə məcbur olurlar. Qeyd etdiyim kimi 10 il aparılan şiddətli mübarizədən sonra nəhayət ki 1901-ci ilin 7 oktyabr tarixində Müsəlman qızları seminariyasının təmtəraqlı açılış mərasimi keçirilir. Bakının general qubernatorundan tutmuş, şəhərin bütün bamondu məhz bu otağa yığışır. Mahiyyətcə qızlar seminariyasının əsas məqsədi kişilərlə qadınlar arasında olan bərabərsizlik aradan götürmək olsa da, məktəbin açılış günü buna nail olunmur. Çünki mərasimə dəvət olunmuş müsəlman qadınlara ərlərinin yanında yox, bax yuxarıda gördüyünüz lojalarda mərasim izləməyə təklif olunur. Hətta Tağıyevin yoldaşı Sona xanıma belə istisna edilmir. Binanın tikintisindən sonra çəkilən bu şəkildə biz binanın zirzəmisində mətbəənin fəaliyyət göstərdiyini görə bilərik. Binanın digər zirzəmi tipli sahələri də özəl şəxslərə icarəyə verilmişdi. Bununla Tağıyev məktəbdə təhsil alan 58 qız arasında pulsuz təhsil alan xanımların sayını artırmaq istəyirdi. Əgər birinci il kasıb ailələrdə olan qızların sayı 20 idisə, ikinci il bu rəqəm 35-ə çatır.
Əlavə olaraq milyonçu seminariyanın hesabına 155 min qızıl rubl pul ödəyir ki, məktəb faizlər hesabına maneəsiz dolana bilsin. Sonda onu da deyim ki, Tağıyev yalnız məktəb binasının layihəsinin məşhur memar Qaslavski tərəfindən hazırlanması və inşasına 183.533 qızıl rubl sərf edir. Bu vəsaitin o dövr üçün nə qədər böyük pul olduğunu göstərmək üçün deyim ki, əsrin əvvəlində Bakı şəhərində neft mədənlərində işləyən ixtisaslı fəhlələr ayına 30 rubldan artıq pul almırdılar. 10 qızıl rublə isə 2 ata qoşulmuş bütöv bir fayton almaq mümkün idi. O elə bil ki, biliyə, təhsilə, maarifə pul xərcləməkdən bir zövq alırmış. Bunu Tağıyevin bütün işlərində görmək olar. Tağıyev təhsilə, maarifin inkişafına sərf edilən pullarda heç vaxtı xəstə eləməyib. Və birinci şərqdə olan qız məktəbi olduğuna görə bunu xüsusi bir təntənəli bir bina kimi nəzərdə tutub və bunda öz pullarını əsirgəməyib. Şəkillərdən göründüyü kimi müsəlman qızlar burada riyaziyyatdan tutmuş, dərziliyədək müxtəlif peşələrə yiyələnirdilər. Tağıyev də vaxtının az olmasına baxmayaraq, arvadı Sona xanımla məktəbə gələrək şəxsən onların yaşayış şəraiti və dərsləri ilə maraqlanırdı. Məktəbin açılışından 105 il keçməsinə baxmayaraq, bugünün özündə belə Azərbaycanda yaşayan əcnəbilər bu hadisənin qeyri-adi fakt olduğunu etiraf edirlər. Proprio passando per Baku mi hanno detto proprio qualche giorno fa, questa è la scuola islamica dedicata. Mən Bakıya gələndə şəhərin çox yerini gəzdim. Biləndə ki, əsrin əvvəlində Zeynalabdin Tağıyev şəhərin mərkəzində müsəlman qızlar üçün seminariya açıb, çox təəccübləndim. Özüm-özümə dedim ki, gör bu insanın nə qədər geniş dünya görüşü olub. Gör o, hansı məsələlərə diqqət yetirib. Qadınların mədəniyyət səviyyəsini artırmaq istəyib. Axı ailədə əsas rolu qadınlar oynuyor. Bu məni çox təəccübləndirdi. Tağıyevdən sonra Bakıda müsəlman qızlar üçün daha 5 seminariya açılır. Rusiyanın Dərbənd, Başqırtıstan və Tatarstanda da bundan nümunə götürərək qızlar seminariyası təşkil edilir. Tağıyevin məktəbi ilk Cumhuriyyət Respublikası dövründə parlament binası oldu. İndi gördüyünüz şəkil isə unikal tarixi məqamı əks etdirir. 1919-cu ildə Azərbaycan Demokratik Respublikasının parlamenti qarşısında Azərbaycan və Türk ordusunun birgə hərbi paradı. Bir müddət sonra bu əskərlər Qarabağda yerli əhaliyə divan tutan ermənilərə qarşı mübarizəyə yollanacaq. Tağıyevin məktəbinə gəlincə isə Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra bura ümumi məktəb, daha sonra Ali Sovetin binası və nəhayət 80-ci illərdə Əlyazmalar İnstitutu kimi fəaliyyətini davam etdirib. Tağıyev məktəbinin inşasından düz 3 il sonra, yəni 1904-cü ildə Nikolayevski küçəsində Polşalı memar Qaslavskinin növbəti layihəsi əsasında şəhərimizin ən gözəl binalarından birinin inşası sona çatır. Bakı şəhərinin indiki dillə desə bələdiyyəsi üçün inşa edilən binaya yerli deputatlar vəsait əsirgəmirlər və 400 min rubl ödəyirlər. Yerli deputatlar hətta binanın fasadının gözəl görünməsi üçün şəhər kərpici və mərməri İtaliyadan sifariş edirlər. Həmin qırmızı kərpici biz indi də binanın fasadında görə bilərik. Duma binasında həmçinin Bakı şəhərinin 3 alovlu gerbi ilk dəfə rəsmi olaraq həkk olunur. Bundan əvvəl şəhərimizin gerbi bir neçə dəfə dəyişib və keçən əsrin əvvəlində tərtibatçılar məhz 3 alovlu variant üzərində dayanıblar. Bakı Dumasının deputatlarına gəldikdə o vaxtlar onlara glasny, yəni söz sahibi deyirdilər. Glasnylar şəhərə suyun və telefon xətlərinin çəkilməsi, ərzaq təminatı, şəhər salma kimi məsələləri müzakirə edirdilər. Bu demək olar ki, ilk dəfə olaraq Azərbaycanda özünü idarə etmə orqanı oldu, məhz seçilmiş orqan. Və seçki təcrübəsi məhz bu dövrdən başlayaraq
tətbiq olunmağa başladı Bakıda. Zeynalabdin Tağıyev və Musa Nağıyev kimi milyonçular fasilələrlə qlasni seçildiyi üçün Bakı Duması bütün imperiyanın ən varlı seçilmə orqanı sayılırdı. Hərdən bu deputatların oturduğu Bakı və Qafqaz canişinin yerləşdiyi Tiflis şəhəri arasında nüfuz mübarizəsinə səbəb olurdu. O vaxtki qanunlara görə Qaratskoy, Qalava, yəni müasir terminologiya ilə desək şəhər merini elə şəhər dumalar seçirdi. Misal üçün Tiflis şəhərinin meri ilinə 4000 rubl maaş alırdı. Bakı şəhərinin deputatları isə Kursk vilayətindən dəvət etdikləri Rayev adlı birinə ilinə 20.000 rubl maaş yazmışlar. Bu o vaxt edilmişdir ki, Çar Rusiyasının paytaxtı Sankt-Peterburqda belə oturan nazirlər ilinə 15.000 rubldan artıq maaş alırdılar. Şəhər Dumasında bir çox məsələlərlə bağlı qızğın debatlar gedərdi. Tağıyev və Nağıyevlə yanaşı Əlimərdan bəy Topçubaşov, Həsən bəy Zərdabi kimi ziyalıların təmsil olunduğu Dumada aparılan müzakirələr Kaspi və Bakı qəzetlərində tam çap olunurdu. Lakin ən çox müzakirə olunan məsələ Bakı şəhərini su ilə bugün də təmin edən Şollar su kəmərinin çəkilişi olub. Ümumiyyətlə, 100 il əvvəlki Bakı şəhərinin şəkillərinə baxanda ən çox su daşıyan insanların şəkillərinə rast gəlmək olar. O dövrlər bu sahə geniş və gəlirli biznes növü sayılırdı. Suyu vedrələrlə ev-ev daşıyaraq satardılar. Hər bir bazarda bir neçə su satan məntəqə olardı. Bu şəkildə həmin məntəqələrdən biri lentə alınıb. Sahibkarlar Kür və Samux çaylarından bərələrlə gətirilən suyun vedrəsini yarım qəpik, Volqa çayından gətirilən suyu isə 4 dəfə baha, yəni 2 qəpiyə satardılar. Şəhərdə su təmizləyən 2 qurğu var idi. İndi siz onlardan birinin bizim günə çatmış şəklini görürsünüz. Lakin gündə 30.000 vedrə su istifadə edən şəhərə onlarla belə qurğu lazım idi. Su təchizatı, suyun keyfiyyəti bərbad vəziyyətdə olduğu üçün Bakıda tez-tez vəba tuğyan edərdi. 1899-cu ildə Bakı Dumasının növbəti iclaslarının birində Zeynalabdin Tağıyev şəhərə böyük su kəmərinin çəkilməsinin vacibliyi haqqında məsələ qaldırır. Dumada o vaxt şəhərə su gətirən sahibkarların çoxlu indiki dillə desək təsir agentləri olduğu üçün bu məsələ ciddi maneə ilə rastlaşır. Kəmərin çəkilməsinə mane olmaq üçün su mənbəyinin şəhərdən çox uzaq olması, layihənin bahalığı kimi ayrı-ayrı bəhanələr gətirilir. Bilərəkdən və ya təsadüfən bu kampaniyaya hətta Həsən bəy Zərdabi də qoşulur. Tağıyevin su mafiyası ilə mübarizəsi 1911-ci ildə sona çatır. Həmin il Çar hökuməti 190 kilometrlik Şollar su kəmərinin tikintisinə 27 rubl pul ayırır. Bu vaxt Qubada Şollar mənbəyinin özündə Tağıyevin Almaniyadan dəvət etdiyi mütəxəssis William Lindley layihənin texniki detallarını dəqiqləşdirir. İndi siz həmin ağsaqqal Lindleyi tikinti aparan işçilər arasında görürsünüz. Beləliklə 1911-ci ildə tikinti başlayır. Diqqətlə bu şəkillərə baxın. Borunun içində oturmuş inşaatçı. Boru hissələrinin saxlandığı ambar. Sumqayıt yaxınlığında inşa edilən nasos stansiyası. Müasir futbol meydanı boyda su ambarı. O dövrün texniki möcüzəsi ekskavator. Yüzlərlə fəhlə və mütəxəssis, dövrün ən müasir texnikası. Keçən əsrin əvvəlində Bakı-Ceyhan boru kəmərinin çəkilməsi miqyaslı tikintiyə cəlb olunmuşdur. Borunun keçdiyi bütün ərazidə bax belə 3 metrlik dəhlizlər qazılmışdı. Lindley tikinti işini aparanda hələ bilmirdi ki, ən böyük çətinlik onu burada, indi nasosla adlanan yerdə gözləyəcək. Məsələ ondadır ki, Şollar yatağından çıxan su bu əraziyə kimi öz axını ilə gəlsə də, burada mövcud olan hündür yoxuşlar onun Bakıya axmasına çətinlik yaradırdı. Deyilənə görə Lindleyə vəziyyət o qədər çətin və çıxılmaz görünür ki, o özünə hətta qəsd etmək istəyir. Tağıyevə Lindleyin vəziyyəti barədə məlumat verəndə o xarici mütəxəssisə bir müddətlik dincəlmək üçün
vətəninə getməyi xahiş edir. Lindley Almaniyaya çatanda orada yeni su nasoslarının təqdim etmə mərasimi keçirilirdi. Nasosları görən kimi Lindley istirahətini yarımçıq qoyaraq bu know-how ilə Bakıya qayıdır. Nasosları yoxuşlar olan yerə quraşdırdıqdan sonra bu yerin adını elə Nasosnu qoyurlar. 18 fevral 1917-ci ildə Bakıda Tağıyevin həyatının mənası adlandırdığı layihəsinin təntənəli təqdim etmə mərasimi keçirilir. Mən sizə desəm ki, 100 il bundan əvvəl Bakıda torpaq uğrunda mübarizə indiki kimi, bəlkə də bundan da şiddətli olub, yəqin ki, inanmazsınız. Lakin bu faktdır. Qısa müddət ərzində misilsiz dərəcədə varlı insanlar şəhərin mərkəzində biri-birindən gözəl binalar tikməyə başlayırlar. Misal üçün tarixə Tacir Mirzəbəyevin evi kimi düşmüş bu 7 mərtəbəli gözəl və əzamətli bina kimi. Lakin bir nəfər, cəmi bir nəfərin inatkarlığı bu binanın inşasını cəhənnəmə çevirir. 1910-cu ilə kimi Mirzəbəyevin evinin yerləşdiyi ərazidə orta səviyyəli bakılıların 1-2 mərtəbəli evləri yerləşirdi. Tacir Mirzəbəyev bütün bu insanlara artıqlaması ilə pul ödəyərək digər ərazilərə köçürür. Lakin ev tikmək istədiyi ərazinin düz ortasında yaşayan Hacı Zülfüqar Manafov adlı birisi bütün pul təkliflərini rədd edir. Hacı deyir ki, bura onun atasının yurdudur və o torpağını heç bir pula satmayacaq. Mirzəbəyev yenə bir neçə dəfə cəhd edir ki, ərazini artıq pul təklif etməklə alsın. Lakin tacirin inatkarlığına cavab olaraq Hacı Zülfüqar öz 1 mərtəbəli binasını sökdürərək yerində gözəl 3 mərtəbəli yaşayış binası tikir. Mirzəbəyev kişinin tərsliyini görərək memara əmr edir ki, Hacının evini binanın ortasında saxlamaqla bütün ətrafı tikməyə başlasınlar. Belə dedirlər. 1915-ci ildə ev tikilib hazır olanda Hacı Zülfüqarın evi Mirzəbəyevin iqamətgahının düz ortasında yerləşirdi. Cəmi bir neçə il keçəcək və Mirzəbəyevlər inqilabdan qorxaraq Amerikaya köçəcəklər. Hacı Zülfüqarın evini isə Sovet hakimiyyəti yerlə yeksan edəcək. Bu kadrlar isə Bolşevik inqilabından əvvəl lentə alınıb. Bu lentə diqqətlə baxsanız, kadrın sol tərəfində dəhşətli dərəcədə hündür və əzamətli bina görə bilərsiniz. Ümumiyyətlə, bu binanı Bakı şəhərinin o vaxtki panorama şəkillərinin hamısında görmək olardı. İndi fransız Mişonun çəkdiyi şəkildə gördüyünüz kimi. Müsəlman əhalisinin Qızılı Kilsəsi adlandırdığı, rəsmən isə Aleksandr Nevskinin adını daşıyan Xristian Saboru təkcə Bakının yox, bütün Qafqazın ən hündür kilsəsi sayılırdı. Qızılı Kilsə burada 190 və 184 nömrəli məktəblərin həyətində yerləşirdi. Mənim hərəkət etdiyim yol isə kilsənin əsas giriş qapısının yoludur və bizə bu kilsədən gəlib çatmış əsas mirasıdır. O dövrlər burada çoxlu sayda dilənçi və kimsəsiz oturaraq bura gəlmiş dindarlardan pul tələb edərdilər. Kilsənin bünövrəsi mənim durduğum yerdən düz Passaj bazarına kimi uzanırdı. Rəvayətlərə görə kilsə o qədər hündür idi ki, açıq havada Bakıya dənizdən yaxınlaşan gəmilər məhz kilsənin günbəzlərinin parıltısını orientir kimi götürürdülər. Kilsə günbəzləri eyni zamanda zəng gülləsi olduğu üçün onun tərkibinə bir neçə kilo qızıl sərf etmişdilər ki, səsi gür çıxsın. Uşaqlığı Sabiq Birsitskaya, Sovet hakimiyyəti qurulandan sonra isə Palukin, bizim günlərdə Murtuza Muxtarovun adını daşıyan küçədə keçmiş Fuad Mustafayev indiyə kimi bu kilsənin səsini xatırlayır. Biz kiçik olanda zəngləri vurulurdu. Sonra o zənglər vurulmadı. Zənglərin səsi gedirdi neçə kilometr. Hər yerdən eşidilirdi. 7 günbəzi var. Qızılı kilsəni 1888-ci ildə yerli müsəlman qəbirstanlığı üzərində tikməyə başladılar. Bu mərasimə hətta imperator 3-cü Aleksandr da təşrif buyurmuşdu. Tarixdə qalan məlumatlara görə binanın inşasına cəlb olunmuş xristian fəhlələr müsəlman qəbirstanlığından yaxşıca bəhrələniblər. O kilsənin tikintisində, qəbirstanlığın daşlarında, həm binövrəsində, həm də divarların inşasında istifadə olunub. Bu təbii görünür. Yəni Rus üçün nə təvabütü daşdır da deyir. Götürür orada istifadə edir.
Kilsənin inşası 10 il vaxt aparır və 1898-ci ildən etibarən şəhərin xristian əhalisinə xidmət göstərməyə başlayır. Yerli müsəlman gənclər də ildə bir dəfə Pasxa bayramında mütləq buraya pənah gətirirdilər. Onlardan biri yazıçı Qılman İlkin idi. Biz cavan uşaqlardır, telefonda oxuyorduk. Bu Hristos Vaskres bayramında olanda öpməyə ixtiyar verilirdi. Ama cavan uşaq. Biz də cavan oğlanlardık o zaman, 7-8 gedirdik kilsəyə, kızlarını öpüşürdük. Hristos Vaskres heç kəsə etiraz eləmirdi. Bakıda Sovet hakimiyyəti qurulandan sonra kilsəni bağlayırlar. 36-cı ildə isə əhaliyə kilsənin dağıdılmasının vacibliyini izah etməyə başlayırlar. Bu keçmişin qalığıdır. Sizə oxumaq lazımdır, savadlanmaq lazımdır. Ona görə də məktəb azdır. Kakrat bu yaxşı yerdir, elə burada tikərik. Tikdilər də, 2 dənə məktəb tikdilər. 1936-cı ildə Mircəfər Bağırov ateizm kampaniyası çərçivəsində kilsənin dağıdılması barədə əmr verir. Artıq buradan kilsənin zəng gülləsinin yox, binanın bünövrəsinə qoyulmuş dinamitin səsi ətrafı sarsıdırdı. Deyilənə görə bina o qədər möhkəm olub ki, bütün partlayıcı vasitələrin köməyinə baxmayaraq dağıntı işləri bir il vaxt aparıb. O da tarixə düşüb ki, şəhərin xristian qadınları bina dağıdılanda qorxa-qorxa bura gələrək möhkəm ağlayırmışlar. Deyilənə görə bu qadınlar Allah evini dağıdanın axırının pis qurtaracağını deyirlərmiş. Əgər onlar Mircəfər Bağırovu nəzərdə tutublarsa, bu belə də olur. Qızılı kilsəsinin dağıdılması yeni ateist cəmiyyətinin rəmzinə çevrildi. Kilsənin yoxluğu isə Bakının xristian şəhəri olması barədə iddiaları da heçə endirdi. Çünki şəhərin əksər əhalisi müsəlman olsa da bizim Qızılı kilsəsi kimi möhtəbər dini obyektimiz nə indi, nə də o vaxtlar var idi. Bakı sakinlərinin bir çoxu Qızılı kilsəsini dağıtmağa əmr verən insanın ünvanını yaxşı bilirdilər. O indiki Dövlət İncəsənət Muzeyinin binasında yaşayırdı. Şəhərin tarixinə Rothschild ailəsinin nümayəndəsi Deburun iqamətgahı kimi düşən bu gözəl bina sahiblərindən heç birinə xoşbəxtlik gətirmir. Başlayaq binanın ilk sahibi, cənab Deburdan. Debur şəhərdə operaya olan həvəsi ilə tanınırdı. Ona görə onun evinin qarşısında filarmoniyanın binasının inşası başlayanda o inşaatçılardan bütün tikinti qaydalarına zidd olaraq tələb edir ki, filarmoniyanın yay zalı onun eyvanı ilə üzbəüz olsun. Buradan doğrudandır yay zalına ən gözəl mənzərə açılır. Deburlar Bakını qəflətən tərk edirlər. Versiyalardan biri kimi yeni il qabağı evdə yanğın baş verməsi və nəticə olaraq ailənin yeganə uşağının həlak olması göstərilir. Amma görünür onlar Bakıda yaşadıkları evə münasibətlərini xaricdə belə dəyişmirlər. Sovet dövründə burada bələdçi kimi işləməyə başlayan Gülyana Məmmədova xatırlayır ki, uzun illər sonra xarici ölkələrdən gələn qonaqlardan biri evdə gəzişdikdən sonra sabiq ev sahiblərinin taleyi ilə maraqlanıb və sonra çox maraqlı bir faktı açıqlayıb. O dedi ki, mən elə bilirəm ki, Fransada şəhərin də adını çəkmədi. Deməli, Fransada şəhərlərin birində bax belə bina tikilib. Belə deməli təkrarlanıb da belə deyək. Belə bir dənə memarlıq abidəsi təkrarlanıb. Ola bilər ki, yesilər gedəndə bax bu bina o qədər onların yadında qalıb ki, deməli özləri üçün orada yenidən bina tikəndə məhz bax bu üslubda bu memarlığından, bunun təzədən bunun planından istifadə edir. Sovet hakimiyyəti qurulandan sonra Deburun binasında Azərbaycan İnqilab Komitəsi yerləşir və komitənin rəhbəri Nəriman Nərimanov arvadı ilə bir yerdə burada yaşayır. Nərimanovlar kimsəsiz uşaqlara pulsuz naharlar təşkil edir, evin bahalı pərdələrindən isə hətta uşaqlara paltar tikdirməyə əmr verirlər. Lakin Deburun binası 27 il burada hökmranlıq etmiş Mircəfər Bağırovun adı ilə daha çox yadda qalıb. Bağırovu bugün də çoxları Stalin hakimiyyətinin Azərbaycanda törədilmiş dəhşətlərinin rəmzi kimi qəbul edir. İndi mənim durduğum yer Mircəfər Bağırovun evinin ən məxfi hissəsidir. Nə yoldaş Bağırovun sağlığında, nə də onun ölümündən sonra burada heç vaxt çəkiliş aparılmayıb. Və siz ilk dəfədir ki, bu zirzəminin görüntülərini seyr edə bilirsiniz.
tarixdə dəqiq məlumat yoxdur ki, yoldaş Bağırov bu zirzəmidən necə istifadə edib. Bəzi məlumatlara görə bura gizli bunker, digər bir məlumatlara görə isə qapalı həbsxana olub. Lakin zirzəminin qapılarının ağır metaldan hazırlanması ona dəlalət edir ki, bura icazəsiz heç quş da girə bilməzdi. Daha bir maraqlı ehtimal isə 1943-cü ildə Stalinin Tehran konferansına səfəri ilə bağlıdır. Stalinin hansı yolla və necə Tehrana çatması indiyə kimi sir olaraq qalır. Bəzi ehtimallara görə Xalqlar atası Moskvadan əvvəlcə Bakıya gəlib və Astaradan sərhədi keçərək Tehrana yollanıb. Tehranda siz bilirsiniz ki, 1943-cü ildə söhbətlər aparılırdı, keçirilirdi və məhz o Tehrana gedəndə Azərbaycandan gedib və 3 saat ərzində məhz bu binada, deməli bu binada Mücəffər Bağırov yaşayırdı, işləyirdi də, yaşayırdı, həm deməli olurdu bu binada qalırdı. Deməli eşitdiyimə görə, yəni bu binada Yosif Vissarionoviç Stalin 3 saat yol üstü olmuşdu. 1950-ci ildə çəkilmiş Bakının İşıqları filmi də bu versiyanı təsdiq edir. Рузвельт и господин Черчилль ждут нас. Необходимо сегодня же быть в Тегеране. Сегодня же будете. Погода летная. До Тегерана ясно. А до Тегерана ясно. Debur işini bilən adam idi. Çünki əks halda filarmoniya səhnəsini eyvanı ilə üzbəüz tikdirməzdi. O vaxtlar Bakıya Avropa və Rusiyanın ən məşhur opera müğənniləri dəvət olunardı. Yay vaxtı onlar filarmoniya, qışda isə indi Dövlət Opera və Balet Teatrı, amma o vaxtlar Mayılov Teatrı adlandırılan bu binaya gedərdilər. Mayılov Teatrının inşası çox maraqlı bir mərc üstündə baş verir. Belə ki, Mayılov Azərbaycana gələn gözəl bir opera müğənnisinə vurulur. Kürü iş ilə məşğul olan bu şəxs hətta həmin xanım üçün 50 və 100 rubullərdən ibarət və ortasında bahalı bir brilyant qaş olan bir böyük gül buketi də hədiyyə edir. Sözüm ondadır ki, bu xanım Mayılova şikayət edir ki, Bakıda profesional opera müğənnilərinin çıxış etməsi üçün gözəl səhnə yoxdur. Mayılov həmin xanıma bir ildən sonra Bakıya gəlməyi və bu müddət ərzində burada gözəl səhnə tikəcəyinə söz verir. Lakin bir il ərzində müasir teatrın tikintisinə Zeynalabdin Tağıyev də inanmır. O Mayılova deyir ki, mən uşaqlıqdan tikintidə işləmişəm və deyə bilərəm ki, həmin müddətdə sən teatr tikə bilməyəcəksən. Onda Mayılov Tağıyeva deyir ki, əgər bir ilə tiksəm, bütün xərclərimi sən ödəyəcəksən və bina mənə qalır. Yox əgər, mən dediyim vaxtda binanı inşa edə bilməsəm, onda tikintini sona çatdıracam və mülkümü sənə bağışlayacam. Milyonçular bu şərtlə razılaşırlar. Mayılov bütün imkanlarını səfərbər edərək binanı 9 ay 20 günə tikdirir. 1911-ci ilin aprel ayında teatr Modest Mussorgskinin Boris Godunov əsəri ilə ilk tamaşasını keçirir. Lakin bir Allah bilir ki, binanın 10 aydan az müddətə tikilməsi hansı zəhmət hesabına baş tutur. 3 növbə işləyirmişdi. 3 növbə. Hər növbədə 300 adam işləyirmiş. Və Bakıda ilk dəfə məhsul tikintidə gecə-gündüz gecələr işləyəndə elektrik işığı ilə işıqlandırılırmış. Çox çətin məsələ idi. Mayılov teatrı təkcə inanılmaz gözəlliyinə görə yox, həmçinin öz təkrar olunmaz akustikasına görə məşhur olur. Uzun illər burada gözəl akustikanın səbəbi sir olaraq qalır. Yalnız 1985-ci ildə teatrda baş verən güclü yanğından sonra aparılan restavrasiya işləri zamanı bütün qaranlıq məsələlər aşkar olur. Teatrın təmir işlərində yaxından iştirak edən Emil Axundov xatırlayır ki, konsert zalının tavanını bərpa edəndə oradan o vaxtdan qalmış kilolarla yüksək keyfiyyətli qoyun yunu çıxır. Qoyun yununun gözəl səs keçirdiyi bundan əvvəl də bəlli idi. Təzə Yevlaqda bir böyük bir müəssisə tikildi. O yun, Yemausda, o yunu da gətirdilər Avstraliyadan. Yuna baxanda elə bir pambığıdır, yuyulmuş tüklarda zətdə gətirdilər o yunu. O yunu yavaş-yavaş
setka ilə duvarın, tavanın relyefini götürdük. Nazik ştukator. Sonra başladılar priborla zadına yoxlama. Faktiki. Bu opera teatrının anadan olan formasının səsin parametrlərini biz bu fiziklarla Əli Cəmil için əlinin altında onu təzədən bərpa edirik. Təmir işləri davam etdikcə aydın olur ki, gözəl akustika təkcə qoyun yunu hesabına təmin olunmurmuş. Belə ki, orkestr üçün nəzərdə tutulmuş çaladan çoxlu sayda şüşə qırıntıları da çıxır. Özdə bilirsiniz, bir mənbəydən dördü bu şüşələr. Deyəsən ki, bir butulkalardandır, bir stəkanlardan, xeyr. Görünür, o zamanın akustikları, ustaları, musiqi ustaların akustikları bilirdilər qalınlığının, tərkibin, plotnostin, nə şüşədən nə götürmə qırıntıları, necə qırmaq. Doğrudan da, orada da yanmada çalanda özdə şüşə idi, sonra üstündə qum idi, sonra gil kimi bir şey idi, sonra taxtadan poldu. İnanıram ona ki, o alətlər işləyəndə, insan çalışanda oradan gözəl səslər gəldi, bu alətin səsləri. Maraqlıdır ki, 1918-ci ilin mart hadisələri zamanı opera və balet teatrı mühüm rol oynayıb. Bunu biz Bakı milyonçusu Şəmsi Əsədullayevin nəvəsi Züleyxa Əsədullayevin xatirələri əsasında bilirik. Züleyxa xanım xatırlayırdı ki, ermənilər girov götürdükləri müsəlmanları məhz bu binada saxlayırdılar. Özdə insanları bu qapıdan içəri salırdılar. Qapıda isə o vaxt Bakının, belə demək mümkünsə, məşhur bolşevikləri və əlləri müsəlmanların qanına bulanmış Ambatsur Məlikov və Stepan Lalayan dayanırdı. Bir müddət sonra Bakıya daxil olan türk əskərləri Stepan Lalayanı mart hadisələrinə görə xüsusi amansızlıqla qətlə yetirəcəklər. Ambatsur Məlikovun taleyi isə naməlumdur. Sovet hakimiyyəti qurulandan sonra teatr bir müddət Rus opera teatrı kimi fəaliyyət göstərir. Çünki müğənnilərin çoxu xristianlar olurlar. 30-cu illərin ortasında teatra dövlət adı verilir. Burada 2 dəfə böyük yanğın baş verir. İndi teatr şəhərimizin əsas mədəniyyət ocaqlarından biri sayılır və həm dünya, həm də Azərbaycan bəstəkarlarının əsərlərini tamaşaya qoyur.